Afət Fərman qızı, Sevinç, bir də Vəfa. Kəşf etdim bu üçüdür və sadəcə onu demək istəyirəm ki, mən yoldaşımla bir-birimizi həddindən artıq sevmişik, evlənmişik, qoşulub qaçmışam. Qaçdığım gündən sonra 2-3 dəfə yoldaşımın ailəsi bizim evimizə gedib, ağsaqqallı, qarasaqqallı hamısı oturublar, danışıblar. Sonra mənə toy olub, toy günü zaksa girmişik. Sonrasında barışıq olub, barışıqda da yenə ağsaqqal, qarasaqqal hamısı tökülüşüb gəliblər də. Bugünkü gün isə biz ayrılmışıq və nəzərinizə çatdırım ki, bir qəpik belə alimenti ala bilməmişəm ondan. Zülmlə bir-iki dəfə almışam. Axırda da bezmişəm icraya gəlib gəlməkdən, alimentdən imtina eləmişəm. Yəni nə o ağsaqqalların, nə qarasaqqalların bir dənəsi gəlib, o uşağa bu günə qədər bir qəpik belə verməyib. Heç verməli də deyirlər. İndi pis günümdə, dar günümdə mənim yanımda ola bilməyən ağsaqqalın, qarasaqqalın şahidliyi mənim üçün niyə vacibdir? Əgər mən boşanandan sonra o alimenti almaq üçün icranın yollarında qalacamsa, üzümün suyu töküləcəksə, o zaks mənim nəyimə lazımdır? Qanunlar da günü-gündən dəyişir. Nə bilim, qaynatanın evindən gəlinə pay düşmür. Ay, nə bilim, zaks dönəmində alınan ev belə məhkəmələrə gedib gəlməkdən adam bitər olur. Axırda bezisdən desəni tüpürüm ona, yollarda qaldığım elə evimi də özüm alaram. Hər bir şeyimi də özüm eləyərəm. Dədəmin verdiyi cehizi belə məndən zülmlə çıxartmışam o evdən. Məhkəmə ilə, polislə, icra ilə, əsəblə. Düzdür, mən burada nəyisə təbliğ eləmirəm, amma sadəcə fikrimi bildirirəm də, yəni. Amma bir dənə podruqam var, deməli, zakslı bir kişinin həyat yoldaşıdır, həqiqətən həyat yoldaşıdır da, yəni onu da dini incahla saxlayır. 3 yaşında bir uşağı var, 4 yaşında bir uşağı var. İndidən öncə hər ikisinin adına evdə alıb və hər ikisinə görə də banka pul da qoyur. İndi zakslı olan mənim uşağımın atası tərəfdən gələcəyi sığortalanır, yoxsa zakssız olan onun uşağının gələcəyi atası tərəfindən sığortalanır. Belə baxıram ki, çox böyük səhv eləmişəm, heyf. Ağzım da açanda qaynanam deyir ki, Allahına şükür, elə bir dənə uşağım var da, nə istəyirsən? Elə bir günən ki, mən uşağım zadım olmurdu, aktiv donor axtarırdım. Belə aktiv donor lazım olsa, ceyb Brad Pitt'dən zaxdan doğardım da. Çünki uşaq da qəşəng yaraşıqlı olar. Düzdür, yenə yaraşıqlıdır. Baxırda indi biri var, Brad Pitt'in saxlamadığı oğlu, bir də var ki, ərimin saxlamadığı oğlu. Bezliyə Allah haqqında çürütdünüz, yəni nə evsə lazımdır. Hər kəsin öz şəxsi həyatı var, bezmədiniz. Son olaraq da onu deyim ki, bir kişidən bir dəfə uşaq doğarsan, başını alladıb, ikincini doğa bilmərsən. Əgər ortada 2 uşaq varsa, burada güclü sevgidən söhbət gedir. Və indi niyə yanında yoxdur deyirsinizsə, yenə deyirəm, sevib evləndiyimiz kişi belə bir gün yanımızda olmur. Amma mən əminəm ki, Vəfanın uşaqlarının artıq gələcəyi sığortalanıb və əminəm ki, o uşaqlara çox da gözəl baxılır. Atası tərəfindən də, anası tərəfindən də. Yəni, burada uşaqdan söhbət gedirsə, kiminsə uşağının gələcəyi ilə oynamaq lazım deyil. Əgər sizin bir-birinizdən zəhləniz gedirsə, o başqa məsələ. Problemlərinizi bir-birinizin ünvanına nəsə deyərək həll eləməyiniz daha məqsədə uyğundur. Amma körpə uşaqları buna alət eləmək, nə bilim valla. Bu söhbətdə Afət xanım haqlı olsa da belə, kənardan çox haqsız görsənir. Yəni, insanlarda özünə qarşı nifrət yaradır. Bir-iki nəfər hə deməklə deyil ki, misal üçün, adi bu süpürgə mövzusunda da baxıram ki, bir nəfər gedir onun videosunun altına yazır ki, Can, gəldim o videodan, səni izlədim, kəşfətə saldım falan. Şəxsdə də mənə yazır ki, Nika, başımın dibinə spirt vurcunan, qoy saçların bir-bir sürüşsün, düşsün, denən ki, yığdığı qaynaqlar tökülür. Yəni, kütlə budur. Hansı kütləyə görə bir-birinizi qırırsınız? Yaxşıları çıxmaq şərti ilə. Bir də onu yazan xanım, orada da cavab verdim, burada da deyirəm. Mən dolça bürcüyəm. Haqsızlığa uğramışamsa bunu deyəcəm. Amma prinsipimi mərdi-mərdanə aparıram. Kiməsə şər atmaq mənə yaraşan bir şey deyil, yəni. Mən sadəcə olaraq haqqımı tələb eləyən bir insanam. Səhv ünvandasan. Hər nə qədər qarşımdakı o olmasa da, amma səviyyə deyilən bir şey var. Mən öz səviyyəmə yaraşdırmadığım şeyləri ömür boyu eləmirəm. Milli Show səhifəmizə abunə olmağı unutma.